Sülh Körpüsü təşəbbüsü çərçivəsində Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutmuşdu. Səfər çərçivəsində təşəbbüsün Ermənistandan olan nümayəndələri Arek Kaçinyan, Boris Novosardyan, Nayra Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşmüşlər. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunmuş. Həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulmuşdu. Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunmuşdu. Səfər zamanı Sülh Körpüsü təşəbbüsü üzvləri Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmüşlər. Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunmuşdu. Hacıyev təşəbbüs üzvlərinin suallarına cavablandırmışdı.